Salam hörmətli təbliğ iştirakçıları, değerli qonaqlar. Sizi doğma konsertimizdə hoş gördük. İllər idi ki, Qarabağ əsirlikdəydi. İllər idi ki, biz Qarabağın həsrətini çəkirdik. Bu cənnət diyarın dağlarına, daşlarına həsrət idik. Könlümüz o dağlardan, o yurtlardan keçsə də, özümüz həsrətin oduna yanırdı. Hörmətli təbliğ iştirakçıları, gəlin, ümumilli liderimiz Heydər və torpaqlarımızın ərazisi fövqü uğrunda canlarından keçmiş bütün şəriflərimizin əziz xatirələrini bir dəqiqə şükürlə yad edək. Allah rəhmət eləsin. Allah-u Teala'nın böyük qüdrətinə həmd o sanayla başlamaq istəyirəm. Bu günləri bizlərə yaşadan Allah'a sonsuz şükürlər olsun. Bütün işğaldan azad edilmiş ərazilər kimi Xocavənddə də həyat qaydır. Bugün hər birimiz üçün qürur anıdır, fəxarət anıdır. Bugün biz Xocavəndimiz uğrunda döyüşərək ölümcül yaralanan, bütün Türk dünyasında əsl qəhrəmanlıq simvoluna çevrilmiş Xocavəndin fəxri, Azərbaycanın milli qəhrəmanı İbad Hüseynovun Xocavənd otelinin açılışına toplaşmışıq. Qəhrəmanın öz dili ilə desək, torpaq uğrunda vuruşmaq azdır. Onu həm də yaşatmaq gərəkdir. Məhz bu amanla yaşayan qəhrəmanımız Qarabağda gedən abadlıq quruculuq işlərinə öz tövbəsini verir. Çıxış üçün söz verilir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Cənab Emin Hüseynov. Əziz Xocavəndlilər, əziz ziyalılar, rayon ictimaiyyəti, şəhərimizin qonaqları, bax bu sözü demək özü gör nə qədər xoşdur. Xocavənd şəhərimizin qonaqları bugün əlbəttə ki, çox əlamətdar bir gündür. Bəli, tamamilə doğru deyilənlər, hörmətli halımızlar. Mən böyük bir qürur hissi geçirdim və bugün bütün qonaqların qarşısında böyük bir fəxarətlə doğma şəhərimiz, Xocavənd şəhərində və tarixi bir hadisə ilk sahibkarlıq müəssisəsinin bərpa quruculuğundan sonra açılışında hamımız iştirak edirik və bunun bir əlbəttə ki simvolik əhəmiyyəti var. Ama bugün biz artık böyle bir ümidle baktık.
bugün biz hər bir böyük bir çətinliyi çox asanlıqla demək həll edib onu gözəl bir imkana çevirmək şansımız var. Çünki ən çətin işi Ali Başkomandan ve bizim igid oğullarımız etti. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəhrəmanlardır onlar, ölməz qəhrəmanlardır. Onların qanı axdı bu torpaqlarda. Bu torpaqlar artıq müqəddəs torpaqlardır bizim üçün. Əziz qardaşımız, milli qəhrəmanımız, qürur mənbəyimiz İbad müəllim və bugün mən baxıram onun silahdaşları buradadır. Onunla bir yerdə döyüşən insanlar, 1-ci Qarabağ müharibəsinin qaziləri və həqiqətən o böyük qəhrəmanlıqlar, yəni döyüş meydanında böyük qəhrəmanlıqlar göstərmiş insanlar. Bugün onlar həm də çox şükür ki, həm də bu bərpa quruculuq meydanında da öz fəaliyyətlərini davam edirlər. Və onun bariz nümunəsi də həmin bu Xocavənd otelidir. Xocavənd otelində sahibkarlıq fəaliyyətinə biz artıq başlayırıq. Bu da ilk açılışdır. İnşallah ardınca da digər sahibkarlar da daha da bunu görüp həvəsə gələrlər. Onlar da öz fəaliyyətlərini gelişləndirərlər. Yəni sizin müştəriləriniz çox olsun. Ama bu bir təbii prosesdir. Zaman tələb edir. Mən əminəm ki, siz bu oteldə çox xeyirli, uğurlu bir sahibkarlıq fəaliyyəti həyata keçirəcəksiniz. Və biz də əlimizdən gələn dəstəyi sədirəcəyik. Bir daha təbrik edirəm, xeyirli uğurlu olsun. Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu tarixi köklərə əsaslanır. Bu qardaşlığı səmimi münasibətləri 44 günlük Vətən müharibəsində də gördük. Həmin müddətdə Türkiyə Azərbaycana mənəvi dəstəyini əsirgəmədi. Haqq səsimiz dünyaya çatdırılmasına sonra tək yanımızda oldu. Dövlət başçısı İlham Əliyevin nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır fikri iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin, region və dünya üçün əhəmiyyətini açıqlayır. Görüldüyü kimi, iki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir. Çıxış üçün söz verilir, Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan'ın baş danışmanı Sayın Yalçın Topçu'ya. Değerli kardeşlerim, hanımefendiler, beyefendiler, değerli gaziler, sevgili basın, her birimizin değerli varlığını Türkiye Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve şahsım adına saygıyla selamlıyorum. Günümüz hayırlı olsun. Yarınlarımız da bugünden daha iyi olsun. Kardeşliğimiz de kıyamete kadar ebedi olsun. Şimdi benden evvel bu programı sunan arkadaşlar bu işin tarihçesini çok güzel özetlediler. Evet. Bu topraklar, bu kadim topraklar Birleşmiş Milletler ve AGİT kararlarına rağmen 30 yıldır Ermeni silahlı kuvvetleriyle terör örgütlerinin işgali ve soykırımı altında öz Karabağ toprakları, öz Azerbaycan'ın toprağıydı. Bu topraklar kahraman evlatlarının, yani Azerbaycan'ın kahraman evlatlarının kanları ve Muzaffer Başkomutan Cumhurbaşkanı Sayın İlham Aliyev'in büyük iradesi ve bilgeliğiyle yönettiği o 44 günlük şanlı zaferin neticesinde onun tabiriyle işgalciler buradan it kovalar gibi kovaladınız, size eş olsun. Evet, Can Azerbaycan Ermeniler gibi bir başkasının toprağını işgal etmemiş, sivilleri ve sivil yerleşim yerlerini hedef almamış, soykırım yapmamış, savaşın ve uluslararası hukukun meşruiyeti çerçevesinde kalarak bu 44 günlük zaferi sadece Azerbaycan için değil, Türk İslam dünyası için de kazandırmıştır.
sadece Azerbaycan'a bu zafer, bütün Türkistan dünyası bu zaferle gurur duyuyor. Şimdi zaman nedir? Şimdi zaman, kardeşimin dediği gibi, Ermeni işgalcilerin tahrip ettiği Karabağ'ın her bir köşesini yeniden ihya etmek, imar etmek. Kahramana eş olsun. Hocaefendi ilk önce başlattı bu işi. Tebrik ediyorum kendisini. İşte bunun en güzel örneği. Yani Karabağ'ın her karışını Ermeni'nin tahrip ettiği bu vatan topraklarını ihya ve imar edeceğiz. Bunu da kim başlattı? Hocaefendi'de kahraman, Türk dünyasının kahraman evladı İbat Hüseyin kardeşim başlattı. İbat kardeşim, açılışını gerçekleştirdiğimiz bu güzel mekan inşallah çok ziyaretçi alır. Türkiye'den gelirken gördük, uçak tıklım doluydu. 6 yaşındaki bir çocuk babasına demiş ki, kardeş ülke deyip duruyorsun. Beni oraya götür. O da izin almış, ailesiyle birlikte buraya geldiler. İnşallah bu sayılar çok artacak. Çok daha birbirimize gidip geleceğiz. Allah bu açılışı Hocaefendi ve Karabağ hayırlı etsin inşallah. Allah şehitlerimize, gazilerimize rahmet, gazilerimize şifa versin. Ve tabii ki Muzaffer Başkomutan İlham Aliyev ve onun şanlı askerlerine eş olsun. Dost da, düşman da gördü ki Karabağ Azerbaycan'ındır. Ürüne. Karabağ Azerbaycan'ındır ürüne. Allah'a emanet olun. Sağ olun, var olun. Azərbaycan qəhrəmanlar diyarıdır. Bu qəhrəmanlardan biri də Hüseyn İbat Mövsümoğludur. Bu adın Azərbaycanın müasir hər tarixində xüsusi yeri var. İbat Hüseynov gənc yaşlarından doğma yurt yuvasını qorumaq üçün döyüşə atılıb. Nizami ordunun olmadığı bir vaxtda ətrafında könül dəstəyi varlığı bacarıb. İbat Hüseynova tərbiyə qurları ayrı-ayrı şəhərlərdən, kəndlərdən döyüşə gələn köylüləri ruhlandırır, onların döyüş əzmini, vətənpərvərlik hisslərini artırırdı. Onun uğurlu əməliyyatlarının sorağı səngərlərdən səngərlərə yayılırdı. Həm ölkəmizdə, həm də düşmən cəbhəsində əks səda verirdi. Elə buna görə də onun dəstəsində olmaq, onun komandanlığı altında döyüşmək istəyənlər hər gün artırdı. Onun bütün bu uğurların əməliyyatlarının sorağı o dövrdə ümumilik liderimiz Heydər Əliyevə çatdı. Həmin vaxt İbat Hüseynov hərbi hospitalda komanda yatırdı. Onunla Heydər Əliyev şəxsən maraqlanmışdı. 1994 yıl oktyabrın 9'unda Heydər Əliyev İbat Hüseynovu Azerbaycan bayrağı ordeni ilə mükafatlandırdı. Hətta toy məclisinə təbrik məktubu da göndərdi. Toy üçün söz verilir Azerbaycanın milli qəhrəmanı İbat Hüseynova. Hörmətli dostlar, əziz qardaşlar, qazi qardaşlarım, ziyalılar, dəyərli insanlar, rəhbərlər, mənim dəyərli abim, Yalçın bəy, son başkanımız başkanımızdır. Yalçın bəy bilir ki, mənim ən çətin şey konuşmağım. Şimdi kardeşimle alakalı inşallah Türkiye'ye gelip görürsünüz. Hemen Türkiye'nin her şehrinde bunun adına caddeler var, parklar var. Şimdi benim kardeşim konuşmaya başlarken söylediği şu. Ben savaşmayı bilirim, konuşmayı bilmirəm. Bak şimdi bakın konuşmasına, bakın. Mənim üçün ən zor şey, ən çətin şey konuşmaqdır. Amma belə yerdə konuşmağa dəyər. Yəni biz, bax, burada qazi dostlarım da var, komandirimiz da var, Əbülfət bəy. Bax, biz bu gördüğünüz, bax, bu dağlar var ha. Bu dağlara bir dənə düşman postu, gizli mövqeyi qalmadı. Hepsini dağıttık, hepsini dağıttık. Silahlarını getirdik, terbiyesiye. Ama neden bizim toplumlar getirdik? O zaman devletimiz yok idi, devletçilik yok idi, ordu yok idi, birlik yok idi. Yani her şeyden biz savaşırdık, yani durduk orada. Bir tarlada bir oyuk koydular ki, orada karla kuzun gelmesin. Biz orada oyuk gibi yanırdık, düşman görürdük orada yanan var.
hiç de yok idi. Bizim arkamızda devlet yok idi. Bizim zorla oradan saklasınlar. Dururdu, özellikle dururdu. Ben her zaman deyirdim ki, 20% geçse de 80% kanunu zanını koyduk, sakladık. Bak o 80%'ın sebebinde saygısızlar bugün bizim yani cüzü, müddetli devletimiz var, onun da rehberi ağırbaş komandanımız, rehber ağırbaş komandanımız var. Rehber ağırbaş komandanımız milletimizin kudretini dünyaya gösterdi. Gördünüz bak bu güzelliği, ben maddi bir şey yok, para için yok, kar için yarattım. Düşmanlar görsün ki onların cehenneme koyduğu yer cennete gönderir. Kısa bir zamanda. Yani diğer o bayrakları bayrak yapan Müslümandı. Toprak için ölen başak bedendi. Bak bizim bayrakları, bak Türk bayrakları. Sağ olun, çok sağ olun. Yani konuşma olma. Pazarlar, koşup konuşun. Hadi. Tamam. Tamam. Qəhrəmanımızın hər zaman qəlbi vətən həsrəti ilə döyülür və səbirsizliklə Ali Baş Komandanın əmri üzəridir. İlham Hüseynov 2-ci Qarabağ müharibəsi başlayan gün özünü ön cəbhəyə yetirdi. Hər Tovuz döyüşləri başlarında əsgərlərin yanında, onların sıralarında yer aldı. Əsgərin daha çox ruh yüksəkliyinə ehtiyacı olduğu bir vaxtda onlarla birlikdə ön postlarında dayandı. Əlindən gələn yardımı əsirgəmədi. Talihin parlaq qisməti bu dəfə də ona ən ali mükafatı almağa nəsib oldu. Prezident İlham Əliyevin 2020-ci dekabrın 9-da imzaladığı sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi ciddiyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusuna Azərbaycanın milli qəhrəmanı rəhbəri verildi. Bu sərəncamla ehtiyatlı olan başçavuş Hüseynov İbad Mövsünoğlu'na da Azərbaycanın milli qəhrəmanı adına layık görüldü. Sözün söz verilir Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Cənab Eyvaz Hüseynov. Hörmətli Elin müəllim, hörmətli Yalçın bəy, hörmətli dostlar, qonaqlar, mən də sizin hamınızı salamlayıram. Hamınıza Xocavəndə xoş gəldin deyirəm. Yəni bu böyük bir xoşbəxtçilik. Ümumiyyətlə bugün Azərbaycan xalqı xoşbəxt. Mən də özümü xoşbəxt hesab edirəm və 30 ildən çoxdur ki, mən Xocavəndlərin adından qonaqlarımıza xoş gəldin deyirəm. Hələ savaşdan, işğaldan öncə, işğal dövründə və bugün də qismət oldu ki, bu gözəl Xocavənddə mən Xocavəndin qonaqlarına xoş gəldin deyirəm. Çox böyük xoşbəxtçilikdir. Əziz dostlar, Azərbaycan xalqı son 30 ildən çox müddətdə, təxminən 1988-ci ildən çox ağır, çətin, əzablı, həm də şərəfli bir yol keçir. O cümlədən də Xocavəndlilər bu ötən dövr ərzində 1988-ci ildən və 1-ci Qarabağ müharibəsində mən deyərdim ki, bütün işğal olunmuş regionlar, rayonlardan çox, ən çox əziyyət çəkən, ən çox zəhmət çəkən, ən çox məhrumiyyətlərə məruz qalan rayon məhz Xocavənd rayonu. Biz bu 30 il müddətində bütün tədbirlərdə, bütün yığıncaqlarda, toylarda, yaslarda, bütün bayramlarda ən böyük arzumuz, ən böyük istəyimiz, ən böyük dualarımız bundan ibarət idi ki, doğma torpaqlara qayıdın. Bütün Novruz bayramlarında bizim ən böyük arzumuz buydu. Bu tonqalları gələn il Qarabağda yandıraq. Ən böyük arzularımız buydu. Bütün insanlar bunu edirdi. Arzu bundan ibarət idi. Doğulan uşaqlara, yeni doğulan uşaqlara biz əskər forması giyindirirdik. Ona bayraq verirdik. Ata-ana sözündən sonra ona 3-cü Qarabağ sözünü ona öyrədirdik. Qarabağ deyə uşaqlarımız tərbiyə edirdi. Burada İbad özü qeyd elədi. Təbii ki, İbadın burada bu çox gözəl bir addım atıbdır. Və onun marağı burada təbii ki, o burada nə bilim, o biznes qazanmaq, para qazanmaq, yenəmək deyil. Bunu biləsiniz. Necə ki, Qarabağ müharibəsi savaşı dönəmində, necə kəmin dövrdə, İbad hamıdan öndəydi. Anadolu'da bir söz var, burada var mı bilmiyorum. Derler ki bir fincan kahvenin 40 yıl hatırı var. Bizim kavlu beladan beri kardeşliğimiz var. Büyük devlet adamı, dünyasının büyük evladı.
Önderimiz Haydar Aliyev demiş ki, bir millet, iki devlet. Biz bütün Türk dünyası bir milletiz. Adımıza ister Kırgız desinler, ister Kazak, Özbek ne derse desinler. Türk'üz. Evet, biz bir milletiz. Ama bu milletin içerisinde iki ikiz kardeş var. Azerbaycan, Türkiye ikizdir. Yani bir evde 5 kardeş olur, ikisi ikiz olur. Biz ikiz kardeşiz. Kardeş. İnşallah bu şeyle iyi Ay kardeş. Eşli sen kardeş. Peki saz verin ben. Hatırladım. Çok ziyaretçi gelir. Yaxşı, yaxşı. O cemaatın kalkınmasına faydalı olur. Söz için söz verilir. Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Ağalar Bayramoğlu. Görüş var, gitmeye adam can çəkir. Görüş var, bir ömür versən də az. Mayın 10'unda Ulu Önder, ümumi lider, rəhmətli Heydər Əliyevin doğum günü ilə bağlı dövlət tədbiriydi, möhtəşəm bir tədbiriydi. Orada çıxış elədən bir 15-20 dəqiqə arabama oturub eve gedəndə telefonu səslə qoymuştum. Gördüm, qardaşım İbad, düzünə azmır, 15 dəfə mənə zəng edirdi. Yıldım, buyur qardaş, Ağalar müəllim, bir az kövrək demişdim. İstəyirəm Xoca bəndə gedəsən mayın 17-sində. Ama bugün bir tədbir vardı orada. Dedim, onu koyacağım kenara, diyeceğim ki, dövlət tədbiri. İbad bəylə mən 2013-cü ildən dostum. Əzizəm. İstəyirsiniz, Həzrətli Bakılarla Ağdamlıya gedən Respublikanın xalq arası Rəmi Hüseynovla dəftəşərdi, görüşərdi, bir çörək yerdi. Amma həmişə sifətindən hissiz görürdü. Bir gün məni o Minya şiirə gətirdi, ömür boyu yadımdan çıxmağa. Və 2020-ci ilin oktyabrın 18-i müstəqillimizin bərpası günü İbad bəyin 50 yaşlama olur. Dedim İbad bəy, qeyd edək adamına, günü nə qeyd edək? Ayağa alaqlardı. Birdən fikirləşdi, dedi qeyd edilirsə mənim Muğamın kəndinin yaxınlığına getməliyik. O vaxt döyüş gedirdi, gəldim döyüş gedirdi. Biz gəldik, bir 20-30 nəfər. Birdən İbad bəyin şərəfinə ağara qaldıranda tədbiri mən apardım. Gördüm kəndlərə baxır. Ömrü boyu yadımdan çıxmadı. Nələr çəkdiyini gördüm. Burada bir Ağalar müəllimi, ora qaydacıyıq, biz qaydacıyıq, mütləq qaydacıyıq. Qayıtdım. 2022-ci ildə hörmətli Evoz müəllim, dəyərli ziyalımız məni 2 dəfə Xozabəndə çağırdı. Beyləqan ərazisində məşhurlaşan Xozabətlərin şəhid tədbirlər çağırdı. Orada da Evoz müəllimdən söhbət verirdik. Son birinci müddət arası o ki, biz bu torpağa qaydacıyıq. Mən əvvəlcə hörmətli Emin müəllimin təşəbbüsü ilə 2021-ci ildə Ağdamda oldum, sevincini hər dönümü yox idi. 5 yıl sonra zəng edib çox vaxt çətindir, mən Şuşaya getmək istəyirəm. Sonralar Şuşaya getdim. Bax bu yaxınlarda Ukraynadan burada qonaq kimi gələn Akif qardaşımla bir yerdə Şuşaya getdim, Təzəlikən yenə təkrar. Xankəndiyə getdik, gördük dəhşətə gəldik. Laçına getdik, Laçın dağlarında çıxış elədik. Qubadlıya getdik. İndi fikrim inşallah Əlövsət müəllim Ağalar Okurda Kəlbədərə getməkdir. Əziz İbad qardaşım, sən vətən yolunda hər bir hərfi böyük yazılan kişi kimi sözləməlidir. Və ölkə başçımıza, Müzəffər Ali baş komandanımıza, ondan əvvəl isə ümumi liderimiz Heydər Əliyev onu dəyərləndirdi. Sənin zəhmətin beca yerə getmədi qardaş. Sənin ürəyinə mən yaxşı qədədir, əziz qardaş. Sən hər bir hərfi böyük hərflə yazılan qəhrəm olsan. Gözlərinin nuru var güləş adlı çıraqda. Zülməti yarıb çıxan ürəyi dan olansan. Becərirsən könlünü bahar mərmələrindən, heç nədən qorxun yoxdur, papaq yan olansan. Kim boğulur boğulsun qoy kirin dəfasında, yürütmədi ruhunu əlil arabasında. Dünyaya görkəm verir sözün şah libasında, elə o bəy olansan, elə Orxan olansan. Adına ləkə gəlməzsən sarıdan lələnin,
Yaşadın ağrısını min dərdin ələmi. Hər işə uçat bayrağını vətənin. Vətənə şöhrət olan, tarixə şan olansan, şan olansan. Nəyim var qalsın sizə dedik, gözüm yoxdur dalında. Min arı zəhməti var hər bir qətrə bağında. İkizə söz yapmışam tərcüme-i halında. Söz kimi söz olmam, can kimi can olam, can olam. Olsa da orada burada nəfəsini təngidən. Hakka doğru yürüyüşte yoktu onun dengidən. Bilmemiş olmazsınız ruhtaki cengiden her kelimesi. Ruhsan her sözü kan olamsan. Hiç zaman indirmedin sözü zirveden bize. Hiç zaman indirmedin sözü zirveden bize. Səpildin çəysə, səpildin yola izə. Canım fəda her vaxt sənin vətənimizə. Vətənə şöhrət olan, Azərbaycan olansan, Azərbaycan olansan. Tendimeyin, çalışmayın, tendimeyin, çalışmayın, yazmayın. Yerli yersiz kendinizi aşmayın. Kazan gelip kaynamamış taşmayın. Yoldaşımız sabır gözüm olacak, ezan ahır dünya bizim olacak. Yol tanrını hakkı derkin dünyası. Ezan ahır dünya, Türk'ün dünyası. 3 gün 5 gün gezip tem olacak. Ezan ahır dünya, Türk'ün olacak. Türk'ün olacak. Düşmən bizi yüzlanmaz taş anlar. Hak sözümü qaya buyar daş anlar. Qayacaq eynəcək qayıt sifətini aşanlar açdı da. Tarihlərə təzə sözüm olacaq. Əsas axır dünya üzüm olacaq. Qarışacaq qaranlıqlar bölgələr. Diriləcək Oğuz sanlar bilgələr. Türkə səkdə, Türkə təzim olacaq. Əsas axır dünya bizim olacaq. Allah Şəhidi qəsb etməyə yeter, hüccətim yeter. Ulduzunu, ayını, göydən ələylərlə. Hər rəngində ya qazi, ya şəhid bilmən bitər. Sənəy istiqlalın əbədiyyət sandağı. Azərbaycan bayrağı, Türkiyənin bayrağı, Türkiyənin bayrağı. Yalan midiyyəsi, güllər qədərindən keçər. Sən sancıdan ucalın, min ürəkdən keçər. Dağlar yerindən oynar, dağlar ələydən keçər. Göylərin nur yağmuru, yerlərin göy uşağı, Azərbaycan bayrağı. Sən arazın savurduğunu nə qədər? Səni ağlar göyçənin buğunu nə qədərdir? Dərbəndin dərd çıxan suğuna qədərdir. O tayında savalan, bu tayında şah dağı. Azərbaycan bayrağı. Cəngidə cövlan yerim, cövlanda can yerimsən. Barışda gül sələngim, amma savaşda can yerimsən. Sən mənim an yerimsən, mənim iman yerimsən. Dalgalı yelkənlərin yelkləşən yarpağı. Azərbaycan bayrağı, Türkiyənin bayrağı. Sən azadlıq etdin, sən hür deyəcəm. Sənə son nəfəsində yenə şehir deyəcəm. Sən şüya kəndədələr Qarabağa, Quzəbəndə qolmusan ey. Zəngəzurə qonduğun daşa bir deyəcəm. Çəkəcəyəm gözlə körgən düşən torpağı. Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. İbad bəy, hörmətli İbad müəllim, əziz qonaqlar, Emin müəllim. Allaha and olsun, bugün mənim üçün özəl bir gün. Mən etiraf edeyim, Xocavənddə olmamışdım. Mən Xankəndə olmamışdım, yəni o vaxt Sovet vaxtlarından danışıyorum. Xocavənd deyəndə dedim, ilah, doğrudan Xocavəndə çatıyım. Yenə oktyabrın 18-də İbad bəylə onun al günündə 2020-ci-də Muğanlıya boylanmağımız yadıma düşdü. Qardaş, mən də əl boş gəlməmişəm. Mən dillərimin əzbəri olan bir aktyor kimi, bax, indi bir qalıb Kəlbədərə getməyim, Zəngiləndə dolmuşam. İnşallah orada da yine ağalar cövlan edəcək. Bu dediğim misraları artırlaması ilə mən Kayseri'də, İstanbul'da, Antalya'da, Akdeniz Üniversitesi'nde çok tədbirlər səsləndirmişəm. Dünən Yoxsura günündə bayağı dedim, mənə Əhməd Qabaqlı medalını verdilər. Bax, bu belədir. Mənəm, ağalaram, şehir deyirəm. İnanıram bu otelin də bu kitabı yaraşır olacaq. Bunu sənə təqdim edirəm, öpürəm, bağrıma basıram. Xeyirli olsun. Yok, binanın kararında. Tebrikler. Çıxışın söz verilir, Gəncə Dövlət Universitetinin baş müşaviri Asif Cavadova. İlk önce her birinizi hoş görmüşüz.
bugün bu torpağa qədəm qoymaq, bu torpaqda yaşamaq, bu torpağın, bu şəhərin, bu rayonun havasını tutmaq əlbəttə böyük xoşbəxtçilikdir. Gəncə Dövlət Universiteti. Keşke olsun. Bu Gəncə Dövlət Universitetinin 80 illə bağlı olaraq təbdir. Bu rektor müsbəlin şəxsən bu da universitetin yəni rəmzi olan qələmdir. Silahla qələm boş olub həmişə. Ha? Silahla qələm. Bu isə Bunu bizim demir bu dərsə. sifarişimiz əsasında Qarabağı təsvir edir burada. Biraz qaldırıb. Və bu Qarabağ şikəstəsi oxuyur. Bu gözləri yol çəkir ki, Bəli, bu torpaqlara qayıdacağıq. bəli. Qayıtmışıq və yaşayacağıq bu torpaqlarda. Və bu Qarabağ silsilə dağ silsilələridir və Qarabağın azacıq da olsa bu Xəqani müəllimlə mənim adımdan qəbul eləyib bunu bu otelimizin və hamı bilsin ki, və biləcəkdir ki, Qarabağ doğrudan da zaten. Diqqətinizə görə sağ olun, təşəkkür ederim. Sağ olun, sağ olun. Dəvət olunur, Azərbaycanda yaşayan Askar Türklərin İctimai Birliyinin əməkdaşı Dəmirov Nərmanov. Hamınız hoş gördük. Başkanım, hoş geldiniz. İBAD komutanımız ve ben Azerbaycan'da yaşayan Asya Türkleri İçtimai Birliği nümayəndəsiyəm. Necə ki, bütün Türk dünyası sevir. İBAD komutanını bizim Asya Türkleri de çok sevir. Asya Türklerinin dostluğu bütün tədbirlərimizdə iştirak edir. Bir de onu demək istəyirəm ki, ben çok danışamıyorum, çəkicə geliyorum. Bir de onu demək istəyirəm ki, ben Xoşqatdayım, ben uşaqlıqda atam hərbisi oldum, uşaq vaxtı gəlmişəm. Xoşqatdayım ki, o böyük zəfərdən sonra birinci zəfər məni şəxsən İBAD komutanım bura dəvət edir. Təşəkkür ederim ona görə. Və bir hədiyyə təqdim edilir. Necə ki, Türk dünyası sizi sevir, Türk dünyasının logosu da bir gözəl Gülşad olacaq. Keşke olsun. Sağ ol, Allah. Üzülürsən telefonu gəl başlasın burada. Bu da verin.
İki devlet, bir millet. Bizden uzaktı zillet. Bütün aile ve millet. Bölünmezdir ikiye. Azerbaycan, Türkiye. Bayrakları laledir, sevresi nur haledir, ayrılmayan ailedir Ankara'dan Bakıya, Azerbaycan, Türkiye. Gerek kardeşliğimiz, dostluk dizdaşlığımız, her an yoldaşlığımız, Polat kimi belkiye, Azerbaycan, Türkiye. Sarılarak durana, adım atar durana, bakmaz kara durana, ne duman ne Türkiye, Azerbaycan, Türkiye. Düşenler olsa da çok, öldü vardı, döndü yok. Bakamadır yoksa top, hesap düşmedir ki. Azerbaycan, Türkiye. Bir arzu verdik, hem gittik, hem verdik. Durmadan da geldik, gelen bütün tepkiye. Azerbaycan, Türkiye. Eynidir dinimiz, yok hiç kime kinimiz. Birlikte hoştur günümüz, koymaz bunu sevgiye. Azerbaycan, Türkiye. Sen Türk dünyasının qəhrəman oldun bak. Düşmənlərlə döyüşdə qələbə saldın hər vaxt. Sənin döyüş həyatın qəlbinə verir ilham. Sənə layiq bir söz var. Vətənin keşiyində sinəsini sipər edən neçə igidlik ibadət oğlu var. Azərbaycan, odlar yurdu, ibadlar diyarsan. Neçə qəhrəmanlar, ibadlar diyarsan. Sen ile gezerim dünyanı haksam, başın üstüne yanan savaşsam. Sen ulu Korkut'tan çok kabaksan, bilmirəm neçədir yaşın Qarabağ, Qarabağ. Yağış yağır dayanmadan üşüya, o yağışın sellerini öper. O yağışta kıvrım islanan, İbad ve askerinin tellerinden öper. Qarabağ hayat verdi o hakkan, bak buydu gözlerinde hoşlan. Bu torpağa oğul doğan, el doğan, analar ellerinden öper. Dede Korkut demişəm, dedemiz Korkut demişəm. Yurdu əkib bezərməsən, abadlaşdırmasan, qorumağa nə gərək? Qorumayacaqsansa, abadlaşdırmağa, əkib bezərməyə nə gərək? Dede Korkutumuzun dediyini bu gündə ərsəyə gətirən, o ənənəni yaşadan hər kəsə salam olsun. İbad bəy, təşəkkür edirəm. Sağ olun. Gözlerindeki ateş üretsenmeyeceksin Azerbaycan halkı, sen ey ana vatanın ibadına ferreyle, ey şaman yurdu. Tedbirimiz devam edin, hiç kim dağılmasın. Ey ana vatanın ibadına ferreyle, ey şaman Olmasın oraya gelmesin. Tarih kesilmiş ya zaman. Oldu da